Florensiya Respublikasının Da Vinci şəhərində, Anchiano kəndində 1452-ci ildə kəndli qız Katalinanın nigahdankənar övladı dünyaya gəldi. Körpənin ismini Leonardo qoydular. Da Vinci isə Da Vinci'dən olan Leonardo deməkdir. Deyilənlərə görə körpənin atası zədəgan təbəqəsindən olan notarius işləyən Piero idi. O zamanlar zədəganla kəndli qızın evlənməsi qeyri-mümkündür. Ona görə Katalina Dolusçuya ərə getdi. Piero isə öz ətrafından olan bir xanımla evləndi. 3 il keçdi. Övladı olmayan Piero Catalina ilə razılaşıb, gəlib oğlu Leonardo'nu alıb apardı. Oğlan rahat həyat sürür və gözəl təhsil alırdı. Leonardo incəsənətə maraq göstərirdi, notarius olmaq istəmirdi. 10 yaşında Leonardo ailəsi ilə birlikdə Florensiyaya köçdü. 1466-cı ildə 14 yaşında Leonardo'nu atası məşhur ustad Andrea de Verrocchio emalatxanasına şagirdliyə göndərdi. Verrocchio'nun emalatxanası sifarişlər alırdı. Bu rəsm əsərləri, qab-qacaq bəzədilməsi, heykəltaraşlıq, zinət əşyalarının yaradılması və sair kimi şeylər ola bilərdi. Kilsələrin divarlarını İncil süjetləri ilə bəzədilməsi üçün də ora müraciət edirdilər. Verrocchio çox məşhur biri idi və sayılıb seçilən insanlarla tanışlığı vardı. Bu emalatxanada Leonardo çox sahələri öyrənmiş oldu. 20 yaşında Leonardo Müqəddəs Luka gildasında usta adı aldı. Bu gilda həmkarlar komitəsi kimi bir şey idi. Sifarişləri qəbul edir, rəssam və ustalar arasında bölüşdürürdü. Buna görə öz faizini alırdı. İşsiz qalan ustalara da bir miqdar yardım göstərirdi. Həmçinin öz ustalarının reklamı ilə də məşğul olurdu. Bir neçə il Leonardo burada sifarişlər üzərində işlədi. Özünün ilk rəsmlərini çəkdi. Müxtəlif incəsənət sahələrini bilmiş oldu. Leonardo'nun ustası Verrocchio öz sifarişlərində ikinci səviyyəli obrazları ona həvalə edirdi. Bir dəfə Verrocchio Leonardo'ya Məsihin vətfişi tablosunda İsa Məsihin libasını tutmuş mələyi çəkməyi tapşırdı. Bunu məharətlə yerinə yetirən Leonardo mələyin kumaşının kalitəsini, libasındakı qatları elə ustacasına təsvir etmişdi ki, Verrocchio'nu belə keçmişdi. Bundan bir il sonra Leonardo Florensiyada şəxsi emalatxanasını açdı. Bir neçə il ərzində karyerası yüksəldi. Leonardo'nun Madonna Benoit tablosunda usta körpə və ananı pafıssız, çox sadə tərzdə çəkmişdi. Məryəm ananın saç düzümü və geyimini öz dövrünə uyğun çəkərək incəsənətdə yenilik gətirdi. Tablo bitdikdən sonra onun haqqında heç bir məlumat olmadı. Yalnız 400 il sonra 19-cu əsrdə tablo Rus imperatorunun arxitektoru Benoit'ın ailə kolleksiyasından çıxdı. Əsəri ailə Ermitaja satdı. Ermitaj bu əsərə görə ailəyə illər boyu pul ödədi. Florensiyada Leonardo'ya çoxlu sifarişlər gəlirdi. O çox məşhur idi. O zamanlar İtaliya vahid dövlət deyildi. Kiçik respublika və krallıqlara bölünmüşdü. Milan kralından Leonardo'ya təklif gəldi. Leonardo zəngin şəhər sayılan Milana yola düşdü. Orada saray şənliklərini təşkil edir, masaların düzülüşünə nəzarət edirdi. Kulinariya həvəs göstərirdi. Mətbəxdə əməyin yüngülləşməsi üçün bir neçə alət də kəşf etmişdi. Məsələn, sərmisaq əzən aləti deyilənlərə görə ona məxsusdur. Leonardo'dan adlı ətli yeməyin də müəllifi odur. Milanda vəba yayılmağa başladı. Leonardo şəhərin yeni arxitekturasını yaratdı. 3-4 mərtəbəli evlər, çirkəb suların yeraltı borular vasitəsilə gedəcəyi bu proyekt baha olduğu üçün həyata keçmədi. Şəhər belə qurulsaydı, bütün epidemiyalara qalib gəlmək olardı. Leonardo 13 il ərzində Milanda sarayda çalışdı. Özü yeriyən, zirehli, tanka bənzər silahın eskizini çəkdi. Eyni anda çoxlu,
ox atan silahı kəşf etdi. Milandan Florensiyaya dönən Leonardo öz emalatxanasında yeni tablolar yaratmağa başladı. Onun özünə məxsus tərzi vardı. Şagirdlərinə də Leonardoçular deyirdilər. 205 əsərindən bu günə qədər yalnız 15 tablosu gəlib çatıb. Həmçinin Leonardo da Vinci'nin mürəkkəblə çoxlu çirkojları var. Onun vertolyot, kalkulator, tank, pulemyot, təyyarə, sualtı gəmi kimi fikirləri sonsuz dühasından xəbər verir. İnsan anatomiyasına aid də çoxlu əlyazmaları var. Leonardo bazarda satılan quşları alaraq qəfəsdən azad edirdi. O da quş kimi uçmaq arzusunda idi və insanın quş kimi uçmasına və balıq kimi su altında üzməsinə inanırdı. Leonardo hər saat 15 dəqiqə yatırdı. Solaxay yazan Leonardo'nun əlyazmalarını yalnız güzgü vasitəsilə oxumaq mümkün idi. 1516-cı ildə fransuzlar Florensiyaya hücum etdilər. Fransız kralı 1. Fransisdən Leonardo'ya iş təklifi gəldi. Təklifi qəbul edən Leonardo sarayda 1. səviyyəli rəssam, mühəndis, memar qismində çalışırdı. Leonardo cəsəd alaraq anatomik rəsmləri də çəkirdi. Leonardo da Vinci heç vaxt evli olmamışdı. Ölümündən 2 il öncə Leonardo'nun sağ əli uyuşmağa başladı. Sonra yardım olmadan hərəkət etməyə çətinlik çəkdi. 1519-cu ildə ustad vəsiyyətnaməsini yazdı. Elə həmin il 67 yaşında Leonardo da Vinci vəfat etdi. Leonardo da Vinci'nin ən məşhur əsəri Mona Lisa'dır. Bu qadının dodağındakı təbəssüm hələ də mübahisə səbəbidir. Həmçinin Leonardo da Vinci'nin İsa Məsih və şagirdləri təsvir edilmiş Sonuncu Şam yeməyi əsəri də çox məşhurdur. 2017-ci ildə auksionda Dünyanın Xilaskarı adlı tablosu 450 milyon dollara satıldı. Alıcı Saudiya Ərəbistanının şəhzadəsi idi. İndi həmin əsər onun şəxsi yaxtasında divardan asılıb. Leonardo da Vinci riyaziyyatçı, mühəndis, ixtiraçı, musiqiçi, rəssam, heykəltaraş, memar idi. İtalyan intibah dövrünün rəmzi sayılırdı. Universal bir şəxsiyyətdir.